Ağcabədi rayon İcra Hakimiyyəti başçısının yerlərdə səyyar qəbulu davam edir. Növbəti qəbul Afşar kəndində keçirilib. Qəbulda hüquq mühafizə orqanlarının, aidiyyəti idarə müəssisə və təşkilatların rəhbərləri, rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparatın şöbə müdirləri, media nümayəndələri iştirak ediblər. Çıxış edən icra başçısı Rafil Hüseynov qeyd edib ki, son zamanlar Afşar kəndində yaxşıya doğru bir sıra dəyişikliklər var. Kənd cəmaatının birliyi, sözü bütövlüyü getdikcə daha da möhkəmlənir. Həmçinin yas mərasimləri ilə bağlı danışarkən israfçılığın qarşısının alınması məqsədi ilə burada yeni atılan addımları, nümunəvi davranışları yüksək qiymətləndirən rayon rəhbəri sakinlərə uğurlar arzulayıb və sözü onlara verib. Kənd sakini Ziyalı Yasin Cəfərov çıxış edərək bildirib ki, problemlər hər yerdə var, amma ümumilikdə Afşar kəndi inkişaf edən bir kənddir. Yol, qaz, işıqla bağlı problem yoxdur. Kənddə bir səliqə, səhman var. Rabitə, internetlə bağlı çətinliklər yaşanmır. Sakin tərəfindən həllinə ehtiyac duyulan məsələlər də diqqətə çatdırılıb ki, bunlar kənddə uşaq bağçasının tikilməsi, ərazidən keçən kanalın çirkabdan təmizlənməsi və suvarma suyu ilə bağlı yaşanan çətinliklər olub. Səyyar qəbulda qaldırılan məsələlərlə bağlı aidiyyət üzrə tapşırıq verilib, bəzi məsələlər nəzarətə götürülüb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.